Değerli qonaqlar, qonaqlarımızdan hoş geldiniz. Cələsanı başlamadan öncə Azərbaycan uğrunda şəhid düşən, canını əldən verən və deyirlər ki, bu yolda addım atıb qanun verənlərin deyirlər əziz və onların anısına bir dəqiqə saygı duruşuna dəvət edir. Çox sağ olun. Belə programa başlamadan öncə Güney Azərbaycanın Gənclik marşını bir dəfə dinləyək və ondan sonra proqramımızı davam edəcək. Geçen günler içinde 22 May olaylarının il dönümüydü. 2006'da Güneydə
fars şovinizminin törətdiyi bir karikatur ki, İranın rəsmi qazetin tərəfindən yayınlanmışdı. Şərəfli Azərbaycan milləti Güneydə bunu dözə bilməyib və öz etirazını bildirdilər. Və bu etirazın uğrunda çoxlu tutuqlu, çoxlu şəhid düşən, canını əldən verən oldu. Ancaq belənci bir durumların ortaya gəlməsi və necəliyi söz konusudur, necə belə bir zamanlarda necə etiraz edə bilərik, necə səsimizi dünyaya çatdıra bilərik və necə ardıcıl bu fəaliyyətlərimizi önə sürə bilərik. Bu haqda 22 may olaylarını dəyərləndirmək və onun səviyyəsi haqda danışmaq və analiz etmək istədik. Və buna görə də dəyərli təşkilatlarımız Güney Azərbaycan Demokrat Partiyası, Güney Azərbaycan Oyanış Hərəkatı, amma yeni Azərbaycan Öyrənci Hərəkatı və habelə Azərbaycan Oğuzlar qrupu dəvət etmişik. Dəvət etməliyəm ki, Sayın Mahmud bəy CADP tərəfindən danışacaqlar, Sayın Duman bəy Yeni Cəmiyyət tərəfindən, Sayın Əmin Mərdani bəy Azov tərəfindən və Sayın Ceyhun bəy Oğuzlar qrupunun tərəfindən danışacaqlar. Özlərindən dəvət edir ki, buyursunlar paneldə iştirak eləsinlər və bu haqda öz fikirlərini və düşüncələrini bizimlə paylaşsınlar.